Dəyərli izləyicilərimiz, bugünkü mövzumuz adi və onluq kəsirlərdir. Mən çalışacağım ki, bu birinci videomuzda adi kəsirlər bölməsinə, ikinci hissəsində isə onluq kəsirlər bölməsinə həsr edeyim. Bu videoda sadəcə adi kəsirlərdən danışacağıq və çalışdığım qədər hər incə detallı, ən adi elementar şeylərə belə toxunacağım ki, adi kəsirlər mövzusunda heç bir problemimiz qalmasın. İndi başlayaq. Adi kəsir nəyə deyilir? Üzr istəyirəm. Aha. A böl B şəklində olan ifadələrə adi kəsirlər deyilir. A-ya kəsrin sürəti, B-yə isə kəsrin məxrəci deyilir. Əgər B A-dan böyük olarsa, bu kəsrə düzgün kəsir deyilir. Bu olur düzgün. Əgər ki A B-dən böyük olarsa, buna düzgün olmayan kəsir deyilir. Düzgün olmayan. Məsələn, nümunə yazaq. 5-də 2. 5-də 2 kəsirinin sürəti məxrəcindən kiçik olduğuna görə bu düzgün kəsirdir. Və yaxud 3-də 10. Burada isə əksinə, sürət məxrəcdən böyük olduğuna görə bu düzgün olmayan kəsir adlanır. Daha sonra kəsrin sürət və məxrəcini eyni bir ədədə vurub bölə bilərik. Bu halda kəsrin qiyməti dəyişmir. Məsələn, nümunədə baxaq. 8-də 4. Mən bunun hər iki tərəfini, yəni sürətini də məxrəcini də 2-yə vurmaq istəyirəm. Vururam. 8-i də vururam 2-yə. Cavab olur 16-da 8. 8-də 4 ilə 16-da 8 yenə bərabər kəsirlərdir. Sadəcə mən bunun sürət və məxrəcinin hər ikisini 2-yə vurdum. Və yaxud 8-də 4-ü. Hər iki tərəfini 2-yə bölüm. 4-ü də 2-yə bölsəm, 8-i də 2-yə bölsəm, alıram 4-də 2. Yenə 8-də 4 ilə 4-də 2 kəsiri bərabər kəsirlərdir. Deməli, burada nəticə nə çıxdı? Kəsirin sürət və məxrəcini eyni bir ədədə vurduqda və böldükdə bərabər kəsirlər alırıq. Keçək kəsirin ixtisarına. Biz dedik ki, kəsirləri sürət və məxrəcini eyni anda eyni bir ədədə bölə bilərik. Buna kəsirin ixtisarı deyilir. Məsələn, biraz böyük bir rəqəm götürək. 100-də 25 olsun. Mən baxıram ki, bu 100 ilə 25-i mən maksimum neçəyə qədər ixtisar apara bilərəm? Yəni, neçəyə bölə bilərəm? Həm 100-i, həm də 25-i ən çox. Təbii ki, həm sürəti, həm də məxrəci 25-ə bölünür. 25-i 25-ə bölsəm 1, 100-i 25-ə bölsəm 4. Cavab olur 4-də 1. Çünki məsələlərimizdə, misallarımızda biz cavab alanda ixtisar oluna biləcək bir kəsir alırıq. Amma variantda bu cür vermir. Bizdən tələb olunur ki, biz onu ixtisar eləyək, sadə bir hala salaq və bu cür cavabları variantda verir. Başqa bir kəsirdə ixtisar eləyək. Məsələn, olsun 120-də 35. Baxıram, 35 ilə 120 hər ikisi neçəyə bölünə bilər? 5-ə bölünər də hər ikisi. 35-i 5-ə bölsəm neçəyə düşür? 7. 120-ni də 5-ə böləndə 10, üzr istəyirəm, 24. 24-də 7. Və baxıram, 24 ilə 7-nin ortaq bölündüyü bir rəqəm daha yoxdur deyə cavabımız 24-də 7. Bu da oldu bizim kəsirlərin ixtisarı. Daha sonra ortaq məxrəcə gətirmə əməlimiz var. Nədir ortaq məxrəcə gətirməsi? Kəsirin qiymətini dəyişmədən sadəcə iki kəsirin məxrəclərini bərabərləşdirmək əməliyyatına ortaq məxrəcə gətirmək deyilir. Məsələn, 4-də 1 və 3-də 1. Bunların ortaq məxrəcə gətirməliyəm. Yəni, bu məxrəcləri eyni bir rəqəmə gətirməliyəm. 4 ilə 3-ün əkobunu tapmalıyam. Çünki ortaq məxrəc daha çox, üzr istəyirəm, əkobla qurulur. Yəni, 4 ilə 3-ün əkobu nədir? 12. Deməli, bunların ortaq məxrəci 12 olacaq. Bunun məxrəcini 12 yazdım. 4-ü neçəyə vurdum ki, 12 oldu? 3-ə. Deməli, onun sürətini də 3-ə vuracağım. Olur cavab 3. Aha,
Ortaq məxrəc 12. 3-ü neçəyə vurdum ki, mən 12 aldım? 4-ə. Ona görə 1-i də 4-ə vuracam. Cavab oldu 4. Deməli, 4-də 1 ilə 3-də 1-in ortaq məxrəci 12 imiş və biz hər ikisinin məxrəcini 12 olan kəsrə gətirdik. Başqa bir nümunəyə baxaq. Məsələn, 6-da 5 ilə 20-də 3 kəsrinin ortaq məxrəcə gətirək. Biz fikirləşək ki, 6 ilə 20-nin əkobı nə idi? Beynimizdə hesablamağa çalışaq. 60. Bunların əkobu 60-dır. Hər ikisi məxrəcini 60-a gətirəcəm. 6-nı neçəyə vurdum ki, 60 oldu? 10-a. Ona görə 5-i də 10-a vuracam. 50. 20-ni neçəyə vurdum ki, 60 oldu? 3-ə. Ona görə 3-ü də 3-ə vuracam. 9. Bu da oldu bizim ortaq məxrəcə gətirmə əməliyyatımız. Daha sonra keçirik adi kəsirlər üzərində əməllərə. Toplama, vurma, bölmə və vurma əməllərinə. Daha doğrusu toplama, çıxma, vurma və bölmə əməllərinə. Aha, birinci baxaq toplama əməlinə. Mən əməllərin hər birinə aid düşə biləcək maksimum dərəcədə bütün tipləri deməyə çalışacağam. Birinci toplama əməlinə baxırıq. Məxrəcləri eyni olan kəsirləri toplayaq. Məsələn, 6-da 2, üstə gəl, 6-da 3. Toplayarkən kəsrin məxrəci olduğu kimi qalır, sürətlər toplanılır. 6 olduğu kimi qaldı. 2 ilə 3-ü topladıq, cavab oldu 5. Daha sonra məxrəcləri fərqli olan kəsirləri toplayaq. Məsələn, 7-də 4, üstə gəl, 4-də 3. Bu kəsirləri toplamaq üçün bayaq dediyimiz ortaq məxrəcə gətirməkdən istifadə edəcəyik. 7 ilə 4-ün ortaq məxrəci təbii ki 28-dir. 7-ni neçəyə vurdum? 28 oldu, 4. 4-ü də 4-ə vuracam, 16. Üstə gəl, 28-də. 4-ü neçəyə vurdum? 28 oldu, 7-yə. Ona görə 3-ü də 7-yə vuracam, cavab olur 21. Toplayıram, yenə bu hala gəldi. Məxrəcləri bərabər olan kəsirləri toplayanda. Məxrəclər olduğu kimi qalır, sürətlər toplanılır. Olur 37. 28-də 37. Və burada düzgün olmayan kəsir yarandı. Birazdan izah edəcəm. Düzgün olmayan kəsiri, düzgün kəsiri necə çeviririk? Aha, daha sonra növbəti tipimiz. Bir tam ədədin üzərinə kəsir gələndə tamın yanına sadəcə kəsir ədədimizi yazırıq. 3 üstə gəl 2-də 1 oldu 3 tam 2-də 1. Daha sonra 2 tam 6-da 3 üzərinə gələk 6-da 1. Bu tip misallarda tam hissələr 1 toplanılır, kəsir hissələr isə 1. 2, burada tam hissə yoxdur deyə, 2 olduğu kimi qalır. Kəsir hissələr də bir yerdə toplananda olur. 2 tam 6-da 4. Daha sonra bir dənə də tipimiz qaldı, onu da başa salaq. 2 tam 7-də 4, üstə gəl 7-də 5 bərabərdir. Yenə tam hissə olduğu kimi qalır. Kəsirlər toplandı 7-də 9. 7-də 9-u da tam hissəyə keçirmək üçün, daha doğrusu oradan tam ayırmaq üçün 7-də 7 tam hissəmizdir. Çünki 7-də 7 bir tam deməkdir. Tama bir vahid artırılacaq. Olur 3 tam 7-də 2. Yəni 7-də 9-un içində 7-də 7 plus 7-də 2 var. Bu 7-də 7 bir tam deməkdir deyə, ona görə 2 bir vahid artdı, oldu 3. Və yerdə qalan 7-də 2 isə bura əlavə olundu. Daha sonra keçək çıxma əməlinə. Çıxma əməlinə aid tiplərimizi yazım. Məxrəcləri eyni olan kəsirləri çıxarkən məxrəc olduğu kimi qalır, sürətlər çıxılır. 5-dən 4-ə çıxdıq 1. Daha sonra məxrəcləri fərqli olan kəsirləri çıxaq. Aha, indi biz nə edəcəyik? 2 və 10 ədədlərinin ortaq məxrəcini tapmalıyıq. Bunların ortaq məxrəci təbii ki 10-dur. 2-ni 5-ə vurdum ki 10 oldu. Ona görə 1-i də 5-ə vuracam. Oldu 5. Çıx 10-da 3. Bunun məxrəci elə 10 idi deyə buna toxunmadıq. Bu da olur 10-da 2. Daha sonra bir tam ədəddən kəsir hissəni çıxmaq.
bu tip misalı hesablamaq üçün bundan bir vahid, bir tam hissəni kəsir kimi yazıram. 7 tam 4-də 4. Bu 4-də 4 1 deməkdir. Çünki kəsirin sürətlə məxrəci bir-birinə bərabər olanda o 1 tam verir. 1 tam 7 də burada mənə verir 8 tamı. İndi 7 tam 4-də 4-dən 4-də 3 çıxıram. Kəsirlər tam hissə olduğu kimi qalır 7. Kəsirlər çıxılır 4-də 1. Daha sonra 2 tam 6-da 5 çıx 1 tam 6-da 4. Tam hissələr 1 çıxılır, 2 çıx 1, 1. Məxrəc olduğu kimi qalır və sürətlər çıxılır. 1 tam 6-da 1. Aha. Daha sonra belə bir misala baxaq. 2 tam 6-da 1, çıx 6-da 5. Baxıram ki, 6-da 1-dən 6-da 5 çıxmaq olmur. Ona görə 2 tam hissədən 1 tam hissəni ayıracam. Bu da olur 1 tam 6-da. Aha. 1 tam hissəm burada nə olacaq? 6-da 6, düzdür? Burada da 6-da 1 var deyə, olur 6-da 7. Çıx 6-da 5, bərabərdir 1 tam 6-da 2. Daha sonra burada 6 ilə 2-ni ixtisar apara bilərik. Və burada da eynən 10 ilə 2-ni ixtisar apara bilərik. Məsələn, hər ikisi 2-yə bölünür, olur 5-də 1. Daha sonra keçirik vurma əməlimizə. 6-da 5 vur 4-də 3 olsun. Vurma əməlini hesablamaq üçün əgər burada gördüyümüz rəqəmlər sürət və məxrəclər ixtisar gedə bilirsə, ixtisar aparıb sonra vurmaq daha əlverişlidir. İndi baxaq. Burada 3 və 6 ixtisar gedir. Hər ikisi nəyə bölünür? 3-ə. 3-ə bölsəm burada 1 qalır. Bunu 3-ə bölsəm 2 qalır. Yerdə qalan rəqəmlər ixtisar olunmur. Ona görə sürətləri 1 vururam, 8. Məxrəcləri də 1 vuranda olur 5. Daha doğrusu, məxrəcləri 8, sürəti 5. Aha. Daha sonra 5 vurulsun 4-də 3. Əgər bir tam ədədi kəsrə vururuqsa, o tam yalnız əgər ixtisar gedə bilirsə, məxrəclə ixtisar gedə bilər. Əgər ixtisar getmirsə, bu tam ədəd sürətə vurulur, yazılır. O da olur 4-də 15. Daha sonra 4 tam 8-də 3 vur 2 tam 6-da 2 bərabərdir. Bu cür tam hissəli kəsirləri vurarkən biz bu kəsirləri düzgün olmayan kəsrə çeviririk. Elə bu misalın üzərində də düzgün kəsri düzgün olmayan kəsrə çevirməyi öyrənək. Düzgün kəsri düzgün olmayan kəsrə çevirmək üçün sürət olduğu kimi qalır. Daha doğrusu məxrəc. Daha sonra məxrəci tam hissəyə vurub üzərinə sürəti gəlirik. Yəni 8 vur 4, 32, üstə gəl 3, 35. Vurulsun 6-da yenə. Tam hissəli heç vaxt vurmaq olmaz. Tam hissəni keçirməliyik düzgün olmayan kəsrə. 6 vur 2, 12, üstə gəl 2, 14. İndi baxırıq, burada ixtisar gedirsə, ixtisar aparırıq. 6 ilə 14, 2 ixtisar getdi. 3, bu da 2 ixtisar getdi, 7. İndi ixtisar gedən heç bir rəqəmimiz qalmadığına görə sürət və məxrəcləri bir-birinə vura bilərik. 8 vur 3, 24 və 35-i də 7-yə vuranda 245. 24-də 245. Daha sonra keçirik bölmə əməlimizə. Bölmə əməlimizdə vurma əməlinə oxşuyur. Aha. 8-də 2 böl 10-da 4. Bölmə əməlində necə olur? Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə çevrilib vurulur. Yəni vururam 4-də 10-a. Bölmə əməlimiz vurma əməlinə keçir və ikinci kəsirin sürət və məxrəcləri yerini dəyişir. İndi burada ixtisarlar aparaq. 2 ilə 4, 2 ixtisar getsə, hər ikisi 2-yə bölünəndə, aha, 10 ilə 8 də hər ikisi 2-yə bölünsə, belə. İndi 4 vur 2, 8, 1 vur 5, 5. Cavab oldu 8-də 5. Daha sonra 2 tam 8-də 5 bölünsün 12-də 8. Yenə qarışıq ədəd veriləndə bu tip ifadəyə qarışıq ədəd deyilir.
Aha, onlar haqqında da birazdan danışacağım. Qarışıq ədəd veriləndə bunu yenə düzgün olmayan kəsrə çevirirəm. 8-də 8 vur 2, 16 üstəgəl 5, 21. İndi yenə bölmə vurmaya çevrildi və ikinci kəsir tərsinə keçdi. Tərsinə çevrildi. 8-də 12. Burada ixtisarlarımızı aparaq. Hər ikisi 4-ə gedir. 3, 4-ə getdi 2. İndi başqa ixtisar qalmadığına görə 8 vur 2, 16, 21 vur 3, 63 edir. Daha sonra, bu da bölmə əməlimiz. İndi isə keçək qarışıq ədəd nədir? Düzgün olmayan kəsri düzgün kəsrə və yaxud da tərsinə düzgün kəsri düzgün olmayan kəsrə çevirək. Qarışıq ədəd tam və kəsr hissədən ibarət olan ədədlərə deyilir. Məsələn, belə və yaxud belə. Yəni, həm tam, həm də kəsr hissəsi olan ədədlərə qarışıq ədədlər deyilir. Qarışıq ədədləri düzgün olmayan ədədlərə çevirək. Bayaq misallar üzərində çevirdik, yenə baxaq. Məxrəc olduğu kimi qalır. Sürətə isə məxrəci tam hissəyə vurub, üzərinə sürəti gəlib yazırıq. Yəni, 6 vur 3, 18, üstəgəl 1, 19. Və yaxud burada 4 məxrəc olduğu kimi qalır. 4 vur 8, 32, üstəgəl 1, 33. İndi düzgün olmayan kəsirləri qarışıq ədədə çevirməyə baxaq. Məsələn, 3-də 20-ni, 4-də 18-i düzgün kəsirə, yəni qarışıq ədədə çevirək. 20-ni 3-ə böləndə tam hissəm neçə düşür? 6. Ona görə o tam hissəm olur. 3 məxrəcim yerində qalır. 6 vur 3, 18 eləyir. 20-dən də 18-i çıxanda 2. Yəni, bunu qarışıq ədədə çevirək. Daha doğrusu, düzgün olmayan ədədə çevirək. Görək, həqiqətən bu alınırmı? 3 olduğu kimi qalır. 3 vur 6, 18, üstəgəl 2, 20. Həqiqətən də düzgün olmayan kəsirə çevirdikdə həmin ifadəni aldıq. İndi burada 18-i 4-ə böləndə neçə tam düşür? 4 tam. 4 məxrəc olduğu kimi qalır. 4 vur 4, 16. 18-dən də 16 çıxanda 2. Bu da belə. Daha sonra ədədin hissəsini və hissəsinə görə ədədin tapılması. Məsələn, 20 ədədinin 4-də 3 hissəsini tapaq. Qısa yazım. 20 ədədinin 4-də 3 hissəsi. Ədədin hissəsini tapanda vururuq. 20 vurulsun 4-də 3. Burada 4 ilə 20 ixtisar gedir 4-də. 1 qalır, 5 qalır və cavab oldu 15. İndi tərsinə. 4-də 3 hissəsi 20 olan ədəd. Bu dəfə tərsinə 20-ni 4-də 3-ə bölürük. 20 bölünsün 4-də 3. Bölmə əməlində dedik ki, birinci olduğu kimi qalır. Bölmə vurmaya keçir və ikinci kəsir yerini dəyişir. 3-də 4. Burada da heç bir ixtisar getmədiyinə görə cavab olur 3-də 80. Daha sonra A ədədi B-nin hansı hissəsini təşkil edir? A ədədi B-nin hansı hissəsini, qısa yazdım, təşkil edir? Cavab A böl B-dir. İndi nümunə üzərinə göstərdim. Məsələn, deyir ki, 20 ədədi 25-in hansı hissəsini təşkil edir? Neyniyəcəm? 20-ni 25-ə böləcəm. Və burada baxıram ki, ixtisar gedir. Dedim, axı, belə cavabları variantda vermirlər. Həmişə variantlarda ixtisar olunmuş şəkildə cavablar verirlər. 20 ilə 25 hər ikisi 5-ə bölünür. 20-ni 5-ə böləndə 4, 25-i isə 5-ə böləndə cavab eləyir 5. Beləliklə, bu videomuzun sonuna gəldik. Bu videoda biz nə öyrəndik? Düzgün kəsirlər, düzgün olmayan kəsirlər, daha sonra ortaq məxrəcə gətirmə əməlimiz, kəsirlərin ixtisarı, toplama, çıxma, vurma, bölmə əməlləri, daha sonra ədədin hissəsinə və hissəsinə görə ədədin tapılması,
qarışıq ədəd düzgün olmayan kəsrə çevirmək və yaxud da tərsinə düzgün olmayan kəsiri qarışıq ədədə çevirməyi öyrəndik. Aha, bugünkü videomuzun sonuna gəldik. Növbəti videomuzda, ikinci hissəmizdə isə həm onluq kəsirləri izah eləyəcəyik, həm də adi kəsir və onluq kəsirlərdə müqayisəyə baxacağıq.